Hər birinizə salam. Gəlin bugün çox maraqlı bir mövzuya toxunaq. İnsan intellekti, yəni bu hər gün işlətdiyimiz ağıl, zəka sözləri var ha. Bax onların arxasında əslində nələr dayandığını birlikdə araşdıraq. Elə başlayaq ən fundamental sualdan. İntellekt nədir ümumiyyətlə? Düzdür, gündəlik həyatda bu sözü tez-tez işlədirik, amma bir anlıq dayanıb düşünsək, ağıllı olmaq həqiqətən nə deməkdir? Çox vaxt ağlımıza gələn ilk şey nə olur? Əlbəttə ki, IQ testləri, hansısa bir rəqəm. Amma bir düşünün, əgər hər şey bu qədər bəsit olsaydı, yəqin ki, dünyada çox fərqli bir yer olardı, elə deyilmi? Xeyr, reallıq bundan qat-qat, amma qat-qat mürəkkəbdir və biz bugün məhz o mürəkkəbliyin içinə girəcəyik. Baxın, bugünkü yol xəritəmiz belədir. Əvvəlcə, intellektin sadəcə bir test olmadığını görəcəyik, sonra ağıllı sözünün tarix boyu necə dəyişdiyinə baxacağıq, ardınca intellektin fərqli-fərqli üzlərini kəşf edib, onun beynimizdə necə işlədiyini öyrənəcəyik, çox vacib bir məqama da toxunacağıq, intellekt sabit deyil, onu inkişaf etdirmək olar və sonda insan zəkasını onun rəqəmsal əksi, yəni süni intellektlər müqayisə edəcəyik. Yaxşı, hazırsınızsa başlayaq, gəlin ilk addımı ataq və görək, niyə intellekti sadəcə rəqəmlərə sığışdırmaq doğru deyil. Təsəvvür edin ki, tamam yad bir ölkədəsiniz. Həm xəritəni oxuyub yolu tapmalısınız, həm yerli insanlarla dil tapmalısınız, həm də birdən-birə ortaya çıxan bir problemi həll etməlisiniz. Bax, bütün bunları eyni anda bacarmağınız sizin intellektinizin müxtəlif tərəflərini işə salır. Deməli, intellekt təkcə dəstliklərdəki bilik deyil. O, həyatda qalmaq, uyğunlaşmaq və uğur qazanmaq üçün bizim ən əsas alətimizdir. Heç düşünmüsünüzmü? Məsələn, Platonun dövründə dahi sayılan bir adam bugünkü dünyada da eyni dərəcədə ağıllı hesab olunardı? Çox maraqlı sualdır, deyilmi? Çünki bizim ağıllı anlayışımız da zamanla, demək olar ki, tamamilə dəyişib. Gəlin bu tarixi səyahətə çıxaq. Bu zaman xəttinə baxanda həqiqətən də heyrətlənməmək mümkün deyil. Baxın, antik Yunanistanda intellekt fəlsəfi bir şey idi. Ruhun ən uca qabiliyyəti sayılırdı. Sonra orta əsrlərdə bu daha çox dini mətnləri, ilahi həqiqətləri anlamaq üçün bir vasitəyə çevrildi. Renesansla birlikdə isə insan və onun məntiqi ön plana çıxdı. Və nəhayət 20-ci əsrdə elm dedi ki, bir dəqiqə, biz bu mücərrəd şeyi ölçə bilərik və beləcə IQ testləri meydana gəldi. Yaxşı, əgər intellekt bir alət çantasıdırsa, gəlin indi o çantanın içini açaq və bir-bir alətlərə baxaq. Çünki həyatın hər situasiyası üçün fərqli bir alətə ehtiyacımız olur. Məsələn, analitik intellekt. Bu, bizim kitab ağlı dediyimiz şeydir. Mürəkkəb bir riyaziyyat məsələsini həll edəndə, bir stratejiya oyunu oynayanda və ya sadəcə faktları təhlil edib məntiqi bir nəticəyə gələndə, bax, məhz bu alətdən istifadə edirik. Məktəblərdə, universitetlərdə ən çox qiymətləndirilən də adətən elə bu olur. Amma bəzən mövcud qaydalar, standart yollar işə yaramır. Tamamilə yeni bir şey lazımdır. Bax, bu zaman yaradıcı intellekt səhnəyə çıxır. Bir rəssamın boş kətanda şedev yaratması, bir musiqiçinin yeni bir melodiya bəstələməsi ya da bir biznesmenin bazarda heç kimin ağlına gəlməyən bir ideya tapması, bütün bunlar yaradıcı intellektin məhsuludur. Bu sadəcə olanı analiz etmək deyil, hələ olmayanı xəyal edib yaratmaqdır. Yəqin hamımızın başına gəlib. Gərgin bir mübahisə zamanı ortaq məxrəcə gəlmək və ya pərişan olan bir dostumuzu sakitləşdirmək, bu anlarda bizə lazım olan şey emosional intellektdir. Yəni, həm öz hisslərimizi, həm də qarşımızdakının hisslərini anlamaq və onları düzgün idarə etməyə bacarığı. Güclü münasibətlərin təməl daşı da məhz budur. Sosial intellekt isə bizi bir komandanın, bir cəmiyyətin uğurlu üzvü edir. Bir otaqdakı ab-havanı hiss etmək, kimin nə zaman dəstəyə ehtiyacı olduğunu duymaq, fərqli xarakterli insanları bir məqsəd üçün birləşdirə bilmək, bütün bunlar sosial intellektin göstəricisidir. Bu bacarıq olmadan ən ağıllı insanlar belə bir yerdə effektiv işləyə bilməzlər. Və nəhayət, praktik intellekt. Yəqin ki, çoxlu kitab oxumuş, amma ən bəsit məişət problemini həll edə bilməyən insanlara rast gəlmisiniz. Bax, praktik intellekt məhz o nəzəli bilikləri real həyata tətbiq etməkdir. Buna küçü ağlı və ya həyat bilgisi də deyirlər. Yəni, əlindəki imkanlarla ən yaxşı nəticəni əldə etmək sənətidir. Yaxşı, bəs bütün bu fərqli intellekt növləri beynimizdə necə yerləşir? Ayrı-ayrı qutulardadılar, yoxsa bir-biri ilə bağlıdırlar? Gəlin, İndi biraz da işin elmi tərəfinə baxaq və görək alimlər bu barədə nə deyir. Baxın, alimlər arasında da bu mövzuda fərqli yanaşmalar var.
Məsələn, Charles Spearman deyirdi ki, əslində hər şeyin kökündə vahid bir ümumi intellekt dayanır, adına da G faktoru deyirdi. Amma Howard Gardner bu fikirlə razılaşmırdı. O deyirdi ki, yox, musiqi, məkan, bədən kimi bir-birindən tamamilə asılı olmayan çoxsaylı intellekt növü var. Robert Sternberg isə sanki bir orta yol tapmağa çalışıb. O deyirdi ki, əsl uğurlu insan bu üç növü, analitik, yaradıcı və praktiki, bir yerdə tarazlı şəkildə istifadə edə bilən insandır. Bütün bu nəzəriyyələrin arxasında isə möhtəşəm bir bioloji həqiqət dayanır. Neuroplastiklik. Bu nə deməkdir? Çox sadə. Beyninizi bir əzələ kimi düşünün. Onu nə qədər çox işlətsəniz, o qədər güclənər. Hər öyrəndiyiniz yeni bir şey, hər qazandığınız yeni təcrübə beyninizdə sanki yeni cığırlar açır, yeni əlaqələr qurur. Yəni, beynimiz daşdan bir heykəl deyil, daim dəyişən, böyüyən canlı bir şəbəkədir. Deməli, əgər beynimiz dəyişə bilirsə, bu o deməkdir ki, intellektimiz də anadan gəlmə, dəyişməz bir şey deyil. Bu, həqiqətən də çox vacib bir fikirdir. O, daşa yazılmayıb. Yaxşı, bəs bu möhtəşəm potensialı necə işə sala, özümüzü necə inkişaf etdirə bilərik? Gəlin baxaq. Əslində, intellektinizi gücləndirmək üçün edə biləcəyiniz çox sadə, amma çox güclü addımlar var. Birincisi, heç vaxt öyrənməyi dayandırmayın. Yeni bir dil, yeni bir hobi, fərqi yoxdur. Əsas odur ki, beyniniz aktiv qalsın. İkincisi, insanlarla ünsiyyətdə olun, müzakirələr edin, başqalarından öyrənin. Üçüncüsü, bədəninizə yaxşı baxın. Çünki beyin də bədənin bir hissəsidir. Sağlam qidalanın, idman edin, yaxşı yatın. Və son olaraq, texnologiyadan passiv istifadəçi kimi yox, aktiv öyrənən kimi faydalanın. Və gəldik çox aktual bir mövzuya, insan və süni intellekt. Bu gələcəyin böyük döyüşüdür, yoxsa ən böyük tərəfdaşlığı? Gəlin, indi insan zəkası ilə maşın zəkasını yan-yana qoyaq və bu suala cavab axtaraq. Baxın, süni intellekt nəhəng məlumatları saniyələr içində emal edə bilir. İnanılmaz sürətlə hesablayır. Bu fantastikdir, amma insan intellektinin hələ ki maşınların çata bilmədiyi tərəfləri var. Yaradıcılıq, empatiya, yəni başqasının hisslərini anlamaq, etik qərarlar vermək və ən əsası şuur. Bəlkə də gələcəyin ən uğurlu insanları AI ilə rəqabət aparanlar yox, onunla bir komanda kimi işləməyi bacaranlar olacaq. AI bizim üçün ağır işləri görər. Biz isə öz yaradıcılığımız və insanlığımızla ona dəyər qatarıq. Beləliklə gördüyümüz kimi, intellekt anadan gəlmə bir etiket deyil, ömrümüz boyu inkişaf etdirə biləcəyimiz çox şaxəli bir bacarıqlar dəstidir. Və bəlkə də süni intellektin bu qədər inkişaf etdiyi bir dövrdə bizim ən dəyərli xüsusiyyətimiz elə insan qalmağı bacarmağımız olacaq. Yaradıcı, hiss edən və bir-birini anlayan. Bəs siz necə düşünürsünüz? Süni intellektin hökm sürəcəyi bir gələcəkdə insan intellektinin hansı növü bizim üçün ən dəyərlisi olacaq? Bu barədə düşünməyə həqiqətən dəyər.